Assalamualaikum hörmətli izləyicilər. Bir çoxlarınız məndən kifoz hərəkətləri istəyirdiniz. İndi sizlərə həmən hərəkətləri təqdim etmək istəyirəm. Öncədən qeyd etmək istəyirəm ki, kimlər kompüter arxasında çox vaxt keçirirsə, uşaqlar bellərinə ağır sumkalar götürüb aparırsa, evdə bir çox işləri ancaq bu vəziyyətdə görürsə, əllər işləyirsə, bunlar hamısı kifoza səbəb, evdar qadınlara aiddir bu. Kifoza səbəb olan səbəblərdir. Yəni, burada nə baş verir? İnsan bir vəziyyətdə çox qaldıqda, bu vəziyyətdə, irəlidəki sinə əzələləri və qarın əzələləri qısalmış vəziyyətdə olur və sıxılmış vəziyyətdə olur. Kürək əzələri isə əksinə dartılmış və boşalmış vəziyyətdə olur. Ona görə bu kifoz əmələ gəlir. Bunun qarşısını almaq üçün də biz indi sizlərə kürək əzələrini bərkidən və sinə əzəllərindən qarın əzəllərini dartan hərəkətlər nümayiş etdirəcəyik. Keçək hərəkətlərimizə. Birinci hərəkətimizi sizə göstərirəm. Uzanırıq yerə, əllərimizi çalışırıq, ayaqlarımızdan tutaq və bu vəziyyətdə bacardığımız qədər ayaqlarımızı da, əllərimizi də qaldırırıq yuxarı və salırıq. Və belə bir neçə dəfə belə təkrar edirik. Yavaş-yavaş. Bax, gördüyünüz kimi bu vəziyyətdə sinə əzəlləri baxın, görün nə qədər dartılır və kürək əzəlləri isə əksinə sıxılır. Və bu da kifozun düzəlməsinə çox gözəl təsir göstərir. Və axırda da heç olmasa bir neçə saniyə, 20 saniyə, 10 saniyə, 30 saniyə kim nə qədər bacarırsa bu qədər bu vəziyyətdə qalmaq məsləhətdir. Elhamdülillah. Keçdik növbəti hərəkətə. Növbəti hərəkətimiz yenə də üz-üstə uzanırıq. Yenə də kürək əzəllərini işə salmaq üçün ən gözəl hərəkətlərdən biri də budur. Əllərimizi qoyuruq, uzanırıq yerdə və çalışırıq belimizi və əllərimizi eyni zamanda qaldıraq. Yəni ki, təkcə beli yox və təkcə qolları yox. İkisinə eyni zamanda qaldırırıq, salırıq. Bacardığımız qədər. Sözsüz ki, kimdə kifoz var, bu hərəkət biraz çətin alınacaq. Ancaq bir neçə dəfə təkrar edəndən sonra, bir müddətdən sonra daha yaxşı alınmağa başlayacaq. Bu da var, kürək əzəllərini, lopatkaların arasında olan əzəlləri hamısını çox gözəl işə salır və sıxır. Və sonradan əzələ qarseti bərkiyir və bizim sümüklərimizi, skeletimizi daha gözəl saxlamağa taqəti çatır.